Deyirəm Kamal, Qurban müəllim keçmiş olsun deyirik. Nə oldu, nə baş verdi? Yəni nə deyə bilərsiniz oyun barədə? Diyecek bir şey yok. İlk önce fürsətten istifadə edib bizim son oyunumuz idi. Stadionu azarkeşlərimiz doldurmuşdular. Təşəkkür edirəm bir-birinə və sona kimi inandılar, güvəndiler. Sadəcə futbolda bəzən triller olur. O bugün oldu. Hansı ki oyun demək olar bizim əlimizdəydi və sonlara yaxın demək olar ki oyunu əldən verdik. Amma mən belə yəni mən bugün bu oyuna belki tam hazır değildik. Heyətimiz tam geniş değildi. Her bir halda yani biz belə oyunlara hazır olmalıyıq. Mən dəfələrlə bildirmişəm ki, belə oyunlar əksinə komandaya gələcək üçün böyük bir məsuliyyət verir. En azından bu play-off'a kimi futbolcularım çox yaxşı performans göstərdilər. Özlərini ən yaxşı tərəfdən göstərmək istədilər və vuruşdular meydanda. Sadəcə belə hallar olur. Yəni bu cür oyunlar görsən bir kiçik səhv gətirib belə məğlubiyyətə çıxarır. O cümlədən qarşımızda mən əvvəl də bildirmişdim ki, çox yaxşı topla davranan kollektiv var idi. Yəni ki bu komanda ümumiyyətcə çox texniki futbolculardan qurulmuş bir komandadır, kollektivdir. Əlavə deyəcək bir şey yox, düşünəcək bir şey yox. Sadəcə önə pozitiv yanaşmalıyıq. Qarşıdakı planlarımız haqqında düşünməliyik. Xeyirlisi inşallah sadəcə bu il 13-cü il idi səhv etmirəmsə qruplarda qala bilərdik. Olmadı, edəcək bir şey yox. Sizcə bu ənənənin, yəni ardıcıl olaraq 12 il liqa mərhələsində, əsas mərhələdə çıxış etməyin təzyiqi var idimi futbolçuların üzərində? Belə seriyalardan sonra təzyiq mütləq olur. Ümumiyyətcə, yəni hətta istər çempionat olsun, istər və digər turnirlər olsun, bir neçə qələbədən sonra gözləyirsən ki, birdən məğlubiyyətinə vaxt olar. Belə bir psixoloji görürsən təzyiq olur, amma bu da normaldır. İstər-istəməz insandırlar, biz hamımız insanıq. Yəni hardasa səhv eləyirik, hardasa bəlkə də yoruluruq. Buna baxmayaraq sadəcə dediyim kimi bu cür oyunlar bizə əlavə stimul verir və gələcəyə daha da məsuliyyətli, daha da geniş baxmağı bizə verir və inşallah inanıram ki, azarkeşlərimiz bizdən inciməzlər. Çünki illər boyu biz onlar üçün oynadıq və ildən sonra onlar üçün oynayacağıq və onları sevindirmək istəmişik həmişə. Və inanıram ki, bizim də bəzən belə deyək, necə deyim, o məğlubiyyətə hansısa bir çarəmiz olmur. Əgər bugün son saniyeler gol bırakırıqsa, deməli bugün qalibiyyət onların idi. Təşəkkür edirəm Qurban müəllim, uğurlar. Çox sağ olun. Belə Kamal, söz yenidən səndədir.